Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Seyidzadə bugünkü videoda məlumat verəcəm ki, məhkəmə icraçısı hansı halda borcun ödəməsini dayandıra bilər. İstər müqəddəti, istər birfəlik. Bu barədə məlumat verəcəm. Kimə maraqlısa videonun sonuna qədər izləsin. Yəni söhbət gedir məhkəmə qərarlarının icra olmasından. Amma əvvəlcədən bir məsələyə münasibət bildirmək istəyirəm. Hamı deyir ki, insanlar qanunla falan şey qadağandır, qanunla falan şey qadağandır. Edə bilməzsə, nə qadağandır onu deyirlər. Amma mən başqalarının fərqi olaraq istəyən insanlara deyək ki, qanuna hansı güzəşt və imtiyazları verir, hansı üzvü vəziyyəti hesab edir, üzvü hesab edildiyinə görə, yəni cəza tətbiq eləmir. Bütün bunlar haqqında danışmaq istəyirəm. Ona görə kanala abunə olun və videonu bəyənin, qoy hamı bilsin. Eyni zamanda başqa bir məsələ münasibət bildirmək istəyirəm. Baxın, mən əziyyət çəkirəm, video hazır edən insanlara marifətləyirəm. Cəmi 5000 abunə var YouTube kanalında. Amma kimsə soyunu, kimsə söyür, onun abunəsi daha çox olur. Belə deyək də, baboşların abunəsi daha çox olur. Ona görə insanlara müraciət etmək istəyirəm ki, əgər istəyirsiniz ki, insanlar marifətlənsin, mənim də əziyyətim hədər yerə gedməsin, kanala abunə olun, videonu bəyənin və bəyəni keçən mövzuya. Deməli, hansı halda məhkəmə icrası məhkəmə qərarlarının icrasını dayandıra bilər. İstər müqəddəti, istər daimi. Müəyyən hallar var ki, müqəddətidir, müəyyən hallar var daimidir. Deməli, vətəndaş hərbi xidmətə gedibsə, hərbi qulluq göstərirsə və ya döyüşdə iştirak edirsə, o halda dayandırılmalıdır. Eyni zamanda vətəndaş fəaliyyət qabiliyyətsizliyi elan olunubsa, var əmək qabiliyyətsizliyi, var fəaliyyət qabiliyyətsizlik. Fəaliyyət qabiliyyətsizliyi elan olunubsa, qanun təmin olunana qədər onun borclamağı məhkəmə qərarının icrası dayandırır. Eyni zamanda şəxs xəstədirsə, müalicə alırsa xəstəxanada, o halda dayandırır. Və hamıya məlum olan səbəblər varsa ki, şəxs işləyib ödəyə bilməz, o halda dayandırır. Nəzərə almaq lazımdır mütləq qaydada. Amma vətəndaşlar mənə tez sual verir ki, mən məşğulluqda qeydiyyatdayam, iş yoxdur, işləmirəm, borcu ödəməliyəm, yoxsa yox, nətərdir vəziyyət? İstər bu amil borcu olsun, istər digər borclar olsun. Qeyd edin ki, məşğulluqda müəyyən müddət dayandıra bilərsiniz həmin məsələni, yəni borcun ödəməsi. Yəni belə deyək də, məşğulluq sizə müəyyən müddət müavinət ödəyəcək, müəyyən müddət təklif edəcək. Əgər işləməsiniz, o halda dayandıracaq. Dedi, daha bu işləmir, özü qəsdən gelmir. O halda dayandıracaq. Dedi, biz sənə iş təklif edirik, götürmüzə, biz bilmir. O halda da məhkəmə icrasının icazəsi var ki, məhkəmə qərarına hörmətsiz edici görə sizə inzibata həbs, sonra cinayət həbsi verilsin. Yəni cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Nəzərə almaq lazımdır. Yəni belə deyək, bir sözlə, yəni kavud düşür 5-6 ay, yəni ki, cavab verə bilərsiniz ki, belə deyək, məşğulluqda iş axtarım, ondan sonra ödəyəcəm. Amma bu daimi gelməyəcək. Amma eyni zamanda qeyd edin ki, dediyim kimi, insan xəstələnibsə, xəstəlik müddətində də yəni dayanır. Beləncə bir məsələ var. İstənilən halda borçsa, belə deyək, əmlak olsa, əmlaka yönələcək. Əmlak olmadığı halda vətəndaşın əgər pensiya kartı varsa, pensiya kartına yönələcək, müavinət kartına yönələcək, nəzərə almaq lazımdır. Hətta onu qeyd edin ki, əgər vətəndaş itkin düşübsə, o halda dayandırır. Nəzərə almaq lazımdır, tapılana qədər. Əgər tapılmayıbsa, vəsəyə o halda vəsəyi qəbul edin paya qədər, o dayandırır. Vəsəyə payı qəbul etdiyindən sonra borcu ödəməlidir. Nəzərə almaq lazımdır. Baxın, hörmətli izləyicilər, yəni məlumatı verirəm. Siz də paylaşın imkan daxilində, qoy insanlar bilsin hüquqlarını. Əgər fərdi qaydada məsləhət istəsiniz, mənim telefonuma videonun izah yerinə qeyd olunub YouTube kanalında, eyni zamanda YouTube kanalının şart bölməsində var. İstənilən videonun üzərində əyaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefonun hüquq məsləhətin verilməsi 10 manatdır. Bundan əlavə ərizələr yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Nəzərə alın.
Ama düz de o başka kıymetli. Bir de bir mesele nasibet bildirmesi diyeyim. Ben sizden bir yere götürüm. Hem orada insanlar güçleştirip hukuki yardım götürün. Hem ev dostlarım ev için satın. Ben izleyene büyük ihtimal ev olmuş şahsa. Ev arabasında. Ona göre böyle bir şey EMS diyeyim. Çünkü kayı aksesinde. İşte EMS'de müthiş abone olsun. Yakın günlerde canlı yayında hem aksi hayata geçirecek. Dikkatinize göre çok sağ olun. Abone olmayı unutmayın. Sağ olun. Videonu da beğenin.